Vaxtınız xeyir. Bu günlərim sizlə yeni bir bölməyə keçid alırıq. Hikmət xəzinəsi. Oxuduğumuz mətnləri xatırlayın, bu əsərlərin ideyası haqqında danışın. Yöndəmsiz timsah, bir parça torpaq və Cəmil və Mahir. Gəlin xatırlayaq, birinci sinifdə yöndəmsiz timsaha keçmişdik. Timsahı heç kim bəyənmirdi xarici görkəminə görə. Ancaq günlərin bir günü onların timsahın yardımına ehtiyacları olur. Əslində heç də timsahın o qədər də yöndəmsiz, fərsiz bir heyvan olduğunu düşünmürlər. Onunla dostlaşırlar. Buradan biz belə bir nəticəyə gələ bilərik ki, heç kimin xarici görünüşünə görə qiymət vermək olmaz. Bir parça torpaqda düşmənlər gəlib, bir gün atını istəyirlər, bir gün qızılını istəyirlər, müxtəlif şeylər istəyirlər və hər dəfəsində verir. Ancaq ki, axırıncı səfər oğlunu, ondan sonra torpaq istəyir. Oğlunu istəyərkən belə verir, deyir ki, yəni təki qan tökülməsin. Axırıncı səfər torpaq istəyəndə artıq deyir ki, torpaqdan pay olmaz. Onda haydi başlayın, döyüşə başlayırlar. Cəmil və Mahirdə nə olur? Cəmillə Mahir dost olur və adını, dostluqlarını hər yana yazırlar. Günləri bir gün direktor müavini bunu görür və onu tapmaq qərarına gəlir ki, bunu yazan kimdir? Dar momentdə o neynir? Öz günahını dostunun boynuna atır. Bunun nəticəsində onların dostluqları neynir? Pozulur. Və o həmin çətin anda öz səhvini dostunun boynuna atır. Əsl dost olmadıqları da burada aşkara çıxır ki, yəni əsl dost dar gündə tanınar. Çətinlik məqamında görünər ki, yəni onun dostluğu ölçülər. Buradan da mətnin ideyalarını qeyd elədim. Gəlin keçək bura. Sizcə xoşbəxtlik nədir? Xoşbəxt olmaq üçün insana daha çox nə lazımdır? Sağlamlıq yoxsa var dövlət? Gəlin baxaq. Əlbəttə ki, mənə görə sağlamlıq hər şeydən daha vacibdir. Düşünün, evdə hər istədiyiniz növ yemək, oyuncaq, ev, maşın, pul, hər şeyiniz var. Ancaq canınız ağrıyır. Özünüzü yaxşı hiss eləmirsiniz, heç nə o yeməyi yeyə bilmirsiniz, nə o bahalı sevdiyiniz məkanlara gedə bilmirsiniz, nə istirahət edə bilmirsiniz, nə o maşında gəzə bilmirsiniz. Yəni, o var dövlətin olmasının önəmi yoxdur. Çünki sənin sağlamlığın yoxdur. Adi bir dişin ağrıyanda gözünə heç nə görünmür. Və yaxud da yıxılanda, bir yerin qanamında, bir yanın sınanda. Hələ mən bədən üzvlərinizi nəzərdə tutmuram. Yəni, ən xırda bir şeylər deyirəm. Sözsüz ki, sağlamlığı heç bir var dövlət əvəz edə bilməz. Gəlin mətnimizlə tanış olaq. Həyat dərsi mətnimizin adı belədir. Bir gün cavan bir oğlan yolda müəllimini görür. Ondan həlak tutandan sonra həyatdan şikayətlənməyə başlayır. Müəllim, işlərim heç yaxşı deyil. Çox kasıb yaşayıram. Kaş ki, mənim də var dövlətim olaydı. Mən də yoldaşlarım kimi şən, firavan yaşayaydım. Müdrik, müəllim şagirdin sözünü kəsib dedi. Sənin belə gileylənməyə haqqın çatmır. Sən ki, böyük dövlət sahibisən. Oğlan təəccübləndi. Mən dövlətliyəm. Hanı o dövlət? Sənin gözlərin. Sən bir gözün əvəzinə nə almaq istərdin? Siz nə danışırsınız? Mən gözümü heç bir xəzinəyə dəyişmərəm. Yaxşı, onda əllərinin əvəzinə sənə çoxlu qızıl verərəm. Yox, mən əllərimi qızıla satmaram, deyə oğlan cavab verdi. Müəllim şagirdinə gülümsərək söylədi. İndi görürsən, necə dövlətsən. Sən sağlamsan, çalışqan olsan, hər şey əldə edə bilərsən. Yəni, sağlam olsan, o var dövləti belə qazana bilərsən. Yetər ki, 2 əlin, 2 qolun, 2 gözün yerində olsun, ağlın, şuurun yerində olsun, o var dövləti qazanmaq olar. C tapşırıq. Aşağıdakı fikirləri öz sözlərini izah edin. Onlardan hansı mətnin ideyasını əks etdirir? Vaxtı düzgün bölsən, həm uğur, həm sağlamlıq qazanarsan. Xeyr. Burada vaxtı düzgün bölməklə uğur, həm sağlamlıq, vaxtı düzgün bölməklə uğur qazanmaq olar. Ancaq sağlamlıq qazanmaq tam da məqsədə uyğun cümlə deyil. İnsan üçün ən böyük dövlət əlbəttə ki, sağlamlıqdır. Bəli, sağlamlığı heç nə əvəz edə bilməz. Gəlin tanış olaq. Hikmət kəlam. Hikmət müdrik fikir deməkdir. Ata-babalarımızın müdrik fikirləri yığcam cümlələr, kəlamlar şəklində günümüzə qədər gəlib çatmışdır. Bu fikirlər bir çox əsərlərin
ideyasını təşkil edir. Biz əsərlərin ideyasını əsasən atalar sözlərlə ifadə edirik və ya da hicrətamiz bir fikirlə ifadə edirik. Hikmətli sözlər də hansı ki dünya görmüş, qədim zamanlardan bu günə qədər görüb gəlmiş, keçirmiş, həyat təcrübəsi zəngin olan insanların gözəl fikirlərdir. Baxın, burada 10 dəqiqə, 20 dəqiqə, 1 saat çoxlu söz danışa bilərik, amma bir dənə elə söz deyə bilərik ki, bir cümlə deyə bilərik ki, o 1000 dənə sözü əvəz edər. Belə sözlər də hikmətli sözlər, müdrikamiz fikirlər sayılır. İndi gəlin şah və xidmətçi mətnini dinləyin. Deyir ki, aşağı iki kəlamlarla mətnindən çıxış edərək əsaslandırın. Gəlin baxaq. Keçmiş zamanlarda bir şah var imiş. Bu şah həmişə bir neçə güclü köpək saxlayarmış. Şahın kiməsə acıq tutanda onu itlərə atarmış. İtlər də o saat onu parçalayıb yeyərmiş. Şahın cavan bir xidmətçisi vardı. O hər dəfə itlərin yanına gedəndə özü ilə bir parça ət gətirər və onlara atardı. İtlər cavanı gördükcə ona mehribanlıqla qarşılayardılar. Günlərin birində zülmkar şahın xidmətçiyə acıq tutur, əmr edir ki, onu itlərə atsınlar. Gəncin əl qolunu bağlayıb itlərə atılır, lakin itlər oğlanı dərhal tanıyır, ona toxunmurlar, onu dövrəyə alıb mehriban davranırlar. Bundan xəbər tutan şah heyrətə gəlir, xidmətçinin yanına gətirib, necə sağ qaldığını soruşur. Xidmətçi deyir, mən illərdir sənin qulluğunda durdum, ancaq sən qəzəblənib məni itlərə atdın. İtlər isə onları yedizdirib qulluq etdiyim üçün mənə toxunmadılar. Şah itlərin vəfasını görüb öz əməlindən peşman olur. İndi isə gəlin baxaq. Quyuya salsan da yaxşılığı bil, yenə qayıdacaq o itən deyil. Mətndən deyir, quyuya salsan da yaxşılığı bil, yenə qayıdacaq o itən deyil. Yaxşılıq edən yaxşılıq görər. Baxın, burada neynədir? İtlərə yaxşılıq etmişdi, yaxşılığa, itlər də onun yaxşılığının qarşılığını yaxşılıqla cavab vermişdi. Yəni sən yaxşılığı hara gedirsən, nə edirsən, nə et, yenə o qayıdacaq, o səni tapacaq. Deməli, bizdə D tapşırığında isə deyir ki, müəllimin təqdim etdiyi mətnləri oxuyun, mətnlərdən çıxan ideyanı müəyyənləşdirin. Tapşırıq D. Gedib oxuyaq bunları və çıxan ideyanı tapaq. 4-cü. Bir adam müdrik qocanın yanına gəlib deyir, filankəs sənin yanın haqqında pis sözlər dedi. Nə vaxt bugün, harda? Öz evində. Sən onun evində nə yedin? Ziyafət verdin. Mən də dəvət etmişdim. Nə yedin? 8 növ yemək vardı. Hamısından yedim. Qoca deyir, 8 növ yeməyi qarnına sığdırmısan. Bu bir sözü niyə qarnında saxlaya bilmədin? Yəni xəbərçilik eləyib də, çatdırıbdı. O da deyir ki, yəni bu yaxşı bir şey deyil. Sonra kimin nəyi varsa. Bir müdrik başqa bir kəndə köçür, amma bir neçə gəncdən başqa heç kim ona əhəmiyyət vermir. Əksinə kəndin sakitləri ona ələ salır. Bir gün müdrik öz şagirdləri ilə gedirmiş. Bu vaxt bir neçə nəfər müdrik təhqir etməyə başlayır. Müdrik onlara yaxınlaşıb onları təhqir edənlərə alqış edir. Həmin adamları çıxıb gedəndən sonra şagirdləri müdrikə irad tutub deyirlər. Onlar ağızlarına gələn sizə dedilər, siz isə onlara xoş sözlər dediniz. Müdrik şagirdlərinə belə cavab verir. Bizim hər birimiz nəyimiz varsa, onu da başqalarına təklif edirik. Deməli, biz qeybəti oxuduq. İnsan sir saxlamağı bacarmalıdır. Kimin nəyi varsa oxuduq, 4-cü qrup.
Hər kəs öz ağlı tərbiyəsi ilə hərəkət edir. Deməli, hər kəs öz ağlı və tərbiyəsi ilə hərəkət edir. Keçək növbəti mətnə. Bir padşahın Ayaz adlı köməkçisi vardı. Padşah həmişə onu tərifləyir, digər bəylərdən üstün tuturdu. Bu padşahın adamlarını narazı salırdı. Bir gün padşah narazı bəylərə dərs vermək üçün onlarla birlikdə ova çıxır. Ov zamanı uzaqdan keçən bir karvan görür. Bəylərdən birinə tapşırır ki, bu karvanın hardan gəldiyini öyrənsin. Bəy öyrənib məlumat verir ki, karvan Rey şəhərindən gəlir. Padşah karvanın haraya getdiyini soruşur. Bəy cavab verə bilmir. Padşah bunu öyrənmək üçün ikinci bəy karvana göndərir. İkinci bəy öyrənir ki, karvan Yəmənə gedir. Ancaq padşahın başqa sualını cavablandıra bilmir. Padşahın suallarına cavab tapmaq üçün yanındakı bəyləri bir-bir ardınca karvana sarı göndərir. Yenə də suallarına tam cavab tapa bilmir. Odur ki, padşah Ayazı çağırtdırır. Onu da karvana göndərir. Ayaz qayıtdıqda padşah ona düz 30 sual verir. O bütün sualları cavablandırır. Padşah isə üzünü bəylərə tutub deyir: İndi gördünüzmü? Ayaz 30 nəfərin 30 dəfəyə göndərdiyi, öyrəndiyini bir dəfə öyrənib gəldi. Deməli, Ayaz ona verilən qiymətə layiqdir. Digər mətnimiz Dəniz qorxusu. Bir padşah öz qulu ilə gəmiyə minmişdi. Bu qul ömründə dəniz səfərində olmamışdı. O qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər çalışdılarsa, onu sakitləşdirə bilmədilər. Qulun bu halını görən şahın keyfi bozuldu. Gəmidə müdrik bir adam vardı. Onun təklifi ilə qulu dənizə atdılar. Qul bir neçə dəfə suya batıb çıxdı. Sonra onun saçlarından tutub gəmiyə dartdılar. Qulu gəmiyə çıxan kimi dinməz söyləməz bir küncdə otururdu. Onun bu hərəkəti şaha qəribə gəldi. Səbəbini həmin müdrik adamdan soruşdu. Kişi cavab verdi: bu qul dənizə atmaq qorxusu keçirməmişdi. Ona görə də ki, rahatlığın qədrini bilmirdi. Deməli, biz birinci dəniz qorxusunu yazaq. Dəniz qorxusu. Adam çətinliyə düşməmişdən qabaq neyləmişdi? Sakitliyin qədrini bilməmişdi. Üçüncü qrup 30 adam. Deməli 30 adamın getib dənə-dənə tapdığı suala cavabı bir adam neyləmişdi? Bir dəfəyə bütün 30 suala cavab vermişdi. Bu adam necə idi? Ağıllı, fərasətlidir. Ağıllı və fərasətli olanlar həmişə hörmət sahibi olarlar. Keçək iniş dəftərinə. Deməli, hikmətli fikir seç. Buğdanı zəmidə yetişdirirlər. Bu adi məlumat çatdırmaq üçün olan bir cümlədir. Bir buğda əkməsən, 1000 buğda biçə bilməsən. Elə tamid fikrimiz bu olacaq. Səməni qoymaq üçün buğdanı düzəldirlər. Bu da məlumat xarakterli bir cümlədir. Buğda çox qiymətli taxıl bitkisidir. Bəli. Ancaq bizdə burada hikrətamiz bir fikir deyir ki, yəni bir buğdanı at torpağa, bir dənə buğdanı atsan torpağa, onun əvəzində minlərlə buğda yetişər. Yəni sən bugün işdə bir buğda ək, onun əvəzinə gör neçə dənəsi çıxmış olacaq. Bax, hikrətamiz fikir budur. Mətni oxu. Hansı atlar sözü mətnin ideyasına uyğundur? Nar ağacı düşündü. Bar verəndə budaqlarım əyilir. Barım yığılanda da yarpaqlarım qırılır. Yaxşısı budur, bar verməyim. Nə budağım əyilsin, nə də yarpağım qopsun. Nar ağacı da belə etdi. Daha bar vermədi. Ancaq nar ağacını meyvəsiz görənlər onu çıxardıb atdılar. Çünki artıq faydasız idi. Yəni onun bar olmayacaqsa onun o ağacı neynirlər? Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Yox. Ağac bar vericə başına əyər? Yox. Bar verən ağacı kəsməzlər. Yəni bar verən ağacı heç kim götürüb kəsməz. Niyə kəssin? Bar verən, yəni meyvə verən mənasında.
Deyir mətn oxu, davamlı hikmətli fikirlər tamamla. Dostlar gəzə-gəzə gedirdi. Güclü külək yolun kənarındakı bir illik palıd ağacını kökündən çıxarmışdı. Birazdan aralıda yan-yana böyüyən iki balaca ağac var idi. Onlar küləyin onlara gücü çatmamışdı. Dostlardan biri dedi: "Bax, bu balaca nazik ağaclar bir-birini küləkdən qoruyublar." Amma o biri ağac tək başına olduğu üçün külək onu neyləmişdi? Sındıra bilmişdi. Düzdür, o biri ağac böyük idi, yekə idi, bunlar balaca idi. Buna rəğmən deməli külək bunları yıxa bilməmiş. Çünki onlar bir-birinə nə olmuşdu? Dəstək olmuşdular. Ancaq palıd ağacı tək olduğu üçün külək onu qoparmışdı. Biz insanlar da neynəməliyik? Biz insanlar da bir-birimizə çətin vəziyyətdə kömək etməliyik. Biz insanlar da çətin vəziyyətdə bir-birimizə kömək etməliyik.